Hər vaxtınız xeyir. Realda intervyu vaxtıdır sizinlə mənəm Nazilə Əhmədova. Avropa çempionları ilə Afrika nəhəngləri, Amerika təmsilçiləri və Asiyanın ümidləri. Bəli, söhbət klublar arası dünya çempionatından gedir. Amma sual budur ki, klublar arası dünya çempionatı həqiqətən əsl futbol bayramıdır, yoxsa kommersiya məqsədləri ilə şişirdilmiş bir şou? Mövzunu məsələni klublar arası dünya çempionatının studiyamızın bugünkü qonağı həmkarım Gəray Qiyasovla müzakirə eləyəcəyik. Gəray mənim xoş gördük sizi. Xoş gördük. Əvvəlcə başlayaq, yeni formatla diqqət çəkir dünya çempionatı. İlk dəfə olaraq 7 komandadan çox, 32 komanda iştirak edir yeni formatda. Yeni format barədə nə düşünürsünüz? Yeni format əslində bir qədər müsbət tərəflə yanaşı, negativ tərəfdən də müzakirələrə səbəb oldu. Bu klublar arası dünya çempionatının məqsədi yəni nə idi? Hər qitənin çempionları bir-birindən oynayır və ən güclünü müəyyənləşdirir. Burada artıq 32 komandaya kimi gətirdilər və 4 ildən bir. 32 komanda ora necə vəsiqə qazanır? Məsələn, heç kimin, heç bir klubun azarkeşinin xətrinə dəymək istəmirəm, amma orada ən azı Avropanın müəyyən komandaları var ki, sonuncu dəfə 90-cı illərdə Çempionlar Liqasının qalibi olub. Bura Juventusu, Borussia Dortmundu və yaxud da elə 2000-ci ilin əvvəllərində liqanı qazanan Porto və yaxud da uzun illər əvvəl lənətlənmiş Benfica ki, artıq 60 ildən çoxdur ki, yəni komanda Avrokuboklarda heç bir titulu yoxdur. Yəni o klubların bu turnirə gəlməyi bir qədər müzakirələrə səbəb olub. Düzdür, reglament odur ki, reyting cədvəlinə əsasən klublar vəsiqə qazanır dünya çempionatına, amma bizim öyrəşdiyimiz dünya çempionatı çempionların, hər qitənin öz çempionlarının yəni mübarizəsi idi. Burada da sırf kommersiya məqsədi ilə təbii ki, FIFA formatı dəyişdi. Nə dərəcədə yəni uğurlu olacaq, onu zaman göstərəcək, amma gəlin reallıqla barışaq ki, Avropa komandalarından digər Asiya və yaxud da Amerikanın digər komandalarının gücü eyni deyil. Yəni bu nə dərəcədə maraqlı olacaq? Yəqin ki, hesablar barədə də suallar olacaq. Yəni o mövzuya toxunarıq. Bəs bu turnirin dünya futbolu tarixində yeri barədə nə deyə bilərsiniz? Hələ birinci yerindən o deyə bilərik ki, bütün qitələrin komandalarının, klublarının bir araya gəlib qarşılaşmaq imkanı yaradır bu turnir. Yaratmağına yaradır, amma yenə də sırf kommersiya baxımından, yəni sırf mənim düşüncəmcə, yəni bu kommersiya məqsədli bir, yəni bu formatın yenilənməyi kommersiya məqsədi daşıyır. Bəli, digər bütün qitələrin klubları bir yerə toplaşır, bir-birindən üz-üzə gəlir, amma bu onsuz da var idi. Lap əvvəl 2000-ci ilin əvvəllərində bu qitələr arası kubok adı altında, orada yalnız Çempionlar Liqasının qalibi ilə Cənubi Amerikanın qalibi oynayırdı. Sonra formatı dəyişdilər ki, bütün qitələrin çempionları mübarizə aparsın, olsun. Orada da amma 99% çempionatların 99%-ində finala Avropa ilə Amerikanın klubları qalırdı. Yəni digər klublar, yəni qitələr arası kubokla dünya çempionatının əvvəlki formatı, yəni demək olar ki, dəyişmədi. Sadəcə olaraq o biri klublar Asiyanın, yaxud da Yeni Zelandiya və digər klublar gəlirdi turist qismində və yaxud da sayı artırmaq məqsədi ilə gəlirdi. Birinci oyunlarından uduzurdular, gedirdilər, ən yaxşı halda yarımfinala kimi gəlirdilər. Reglamentdə oydu ki, Amerikanın çempionu yarımfinalın belə deyək də bir qolunda olurdu, Avropa liqanın qalibi də bir qolunda. Yəni onlar yarımfinala kimi bir-birindən qarşılaşa bilmirdilər. Və yenə də heç bir sensasiya baş vermirdi.
qitələrarası kubokun elə bil finalı yenə də təkrar olunurdu. Qaydaq əvvəlki mövzuya Avropa klublarının burada hegemonluğu və aşkar favorit olmaqları barədə danışa bilərik, amma tam aşkar favorit sayıla biləcək klublar da yoxdur. Bu sarıdan biz digər qitələrin təmsilçilərinin də sensasiyaya imza ata biləcəyini deyə bilərik məncə. Əslində bu futboldur, meydan düz, top yumuru, meydanda 22 nəfər var, amma real danışsaq, hətta bütün bir neçə qurumlar və yaxud da nəşrlər favoritləri açıqlayanda ilk onluqda ancaq əsasən Avropa klubları, bir də onlara qoşulan Cənubi Amerika təmsilçiləri ki, Avropalılar yenə də öndə olurdular. Deyəsən, azarkeşlər də sizlə eyni fikirdədirlər və turnirə bilet satışı o qədər də yaxşı deyil. Bunu təşkilati məsələlərlə də əlaqələndirirlər ki, 12 şəhərdə keçirilir və burada nəqliyyat və sair transport məsələləri onlar üçün yaxşı deyil və bilet satışı da aşağıdır. Yəni, sizcə azarkeş marağını cəlb eləmək üçün nə olmalı idi burada? Azarkeş marağı cəlb eləmək üçün milli komandaların dünya çempionatı başqadır və yaxud da Avropa çempionatı başqadır. Klublar başqadır. Milli komandalarda elədir ki, dünyanın məsəl üçün hər hansı bir milli Avropa və yaxud da elə dünya çempionatına vəsiqə qazanıbsa, dünyada məsəl üçün qrant ölkələri deyək, Braziliya, Argentina, Almaniya, İtaliya, bu ölkələrin dünyadakı bütün azarkeşləri yəni bir yerə toplaşır. Amma klub elədir ki, klubda bir qədər fərqlidir. Klubların oyunlarında bu dünya çempionatı, məsələn, Amerika Birləşmiş Ştatlarında keçirilirsə, əsasən ora gedən azarkeşlərin 80% həmin ölkədən gələcək ora, yerdə qalan 20%, o 20%-ində bir hissəsi, məsələn, Amerikada keçirilirsə, Amerikada yaşayan o klubun azarkeşləri çox cüzi bir say təşkil edə bilər ki, yəni digər ölkələrdən hansısa, məsələn, Avropanın arasındansa dura gedə Amerikaya. Yəni, ona görə bir qədər riskli formatdır desək, məncə yanılmarıq, amma istənilən halda ilk dəfə yəni bu formatda keçirilir, zaman göstərəcək. Çünki gördüyümüz yəni ilk 3 oyun o qədər də yalnız adına görə Avropa klubları, PSG ilə Atletico'nun oyunu bir qədər ad olaraq maraqlı görsənə bilərdi. Onda da oyun, hətta hesab belə onu göstərdi ki, yəni o deyil. Bəli. Amma FIFA bu turnirdən ümidlidir. Təbii ki, kommersiya məqsədləri yatır bunun altında böyük ehtimalı, amma hətta ümidləri o qədər o həddə gəlib çatır ki, bu turnirin 2-ci Çempionlar Liqasına çevrilə biləcəyini FIFA iddia edir. Sizcə ola bilər həqiqətən belə bir şey? Bir misal var, deyir, kim öz balasına pis deyir ki. Yəni bu turnir FIFA-nındır, yəni ilk oyunlardan sonra belə, yəni hər halda FIFA, yəni heç kim əslində yəni uğursuz və yaxud da pis deyə bilməz, çünki yenə deyirəm, turnir təzə başlayıb. Qrup mərhələsi də, hətta bayaq dediyimiz o milli komandaların dünya çempionatında belə qrup mərhələsində düz azarkeş baxımından onu deyə bilmərik. Amma intriqa, maraq baxımından qrup mərhələsi həmişə play-off'un kölgəsində qalıb. Çünki play-off'a adətən güclü komandalar vəsiqə qazanır, düzdür, sensasiyalar olur, hətta sensasiyon çempion da olur, amma play-off'a vəsiqə qazanan komandaların 80%-i favoritlər olur. Yəni burada da yəqin ki, daha gərgin mübarizə play-off'dan sonra alına bilər. Bəlkə də hələ ilk gün idi, geridə qaldı. Bundan elə qrup mərhələsinin özündə də bundan sonraki oyunlarda maraqlı görüşlər, gözlənilməz nəticələr biz görə bilərik. Hər halda zaman göstərəcək. Çünki indidən belə bir, yəni konkret asıb kəsmək də olmur.
yəni vav deyib tərifləmək də olmur. Əlbəttə olmur, amma bir məqamı da vurğulayır FIFA ki, onların məqsədləri arasında digər, məsələn, Asiya və Afrika klublarını da ən azı Avropanın aşağı səviyyəli də olsa, yəni ortabab klubları səviyyəsinə gətirib çatdırmaq məqsədləri güdür. Sizcə bu uğurlu alınır elə bir turnirlə? Yəni Afrika klubları gəlib Avropadakı futbol mədəniyyətinə çata bilər? Çətin məsələdir, çünki həmişə zaman göstərib ki, yəni Avropa klubları və Cənubi Amerika klubları digər Asiya, Afrika və klublarını birbaş üstələyib. Hətta bu çempionatın, klublar arası dünya çempionatının əvvəlki formatında da bayaq qeyd etdiyim kimi Asiyanın, Afrikanın klubları ən yaxşı halda yarımfinala kimi yəni irəliləməyə ümid edirdilər. Ondan o tərəfə Avropa və Amerika klubları idi ki, onları mübarizədən kənarlaşdırırdı və finala vəsiqə qazanırdılar. Çempion da artıq ikisinin arasında müəyyənləşirdi. Azərbaycanlı azarkeşlərin rəyləri, fikirləri elədir ki, futbol azarkeşlərinin görəsən nə vaxtsa bizim hansısa klubumuz klublararası dünya çempionatına vəsiqə qazana biləcəkmi? Orada bizim də klublarımız təmsil olunacaqmı? Çünki digər qitələrdə olan aşağı səviyyəli klubları görürlər və məsələ də əgər reytinqdirsə, ölkə futbolunda yaxşı nəticələr əldə etməkdirsə, niyə bizim öz klublarımızla klublararası dünya çempionatına qatıla bilməsin? Siz nə düşünürsünüz? Yəni biz nə vaxtsa bu dünya çempionatında Azərbaycan klubunun iştirakından bəhs edə biləcəyikmi gələcəkdə, yaxın və yaxud da uzaq? Bu bizim klublarımızın və yaxud da ümumiyyətlə bizim futbolla bağlı bir lətifə var. Həmişə onu danışmışam, amma bu efirimizdə onu danışmayacağam. Klublarımızın dünya çempionatına vəsiqə qazanmağı deyim zaman məsələsidir. O zaman gəlib çıxacaq, onu da bilmirik. Ən azından bizdə Avrokuboklarda irəli gedən bir klubumuz var. Digər klublar ən yaxşı halda, ən çox irəli gedəndə hansısa turnirin Çempionlar Liqasından söhbət getmir təbii ki. Avroliqa və yaxud da Konferans Liqasının play-offuna kimi gedə bilirlər. Və bu da bir klubun daşıya biləcəyi bir yük deyil. Çünki reyting UEFA-nın əmsalları olmalıdır, reyting olmalıdır ki, ən azından bizim bir neçə klubumuz heç olmasa qrup mərhələsində və ondan sonraki illərdə play-offa kimi, 4-də 1-ə kimi, heç olmasa 8-də 1-ə, 4-də 1-ə kimi irəliləsinlər ki, ölkə də UEFA-nın siyasında irəliyə getsin. Gəlin baxaq, Avropadan kimlər var orada? Böyük beşli ölkələrindən başqa demək olar ki, bir dənə Portuqaliyadır. Yəni, biz ölkə olaraq UEFA-nın reyting cədvəlində neçənci pillədə olmalıyıq ki, yəni bizim klubumuz da getsin ora. Bunu eyni zamanda bu turniri futbolçular üçün biraz da pis qiymətləndirirlər. Çünki onsuz da yorğun bir sezon keçirir futbolçular, yerli çempionatlar, kuboklar, eyni zamanda Avrokubokların dəyişən sistemi ilə, dəyişən formatla bağlı oyun sayının çoxalmağı futbolçuların daha artıq yüklənməyə kimi qələmə verirlər bu turniri. Siz nə düşünürsünüz? Əslində razıyam, çünki son illərdə rəsmi turnirlərin sayı get-gedə artır. Avrokuboklar, 2 Avrokubok var idi. Çempionlar Liqası, Avropa Liqası. Dünya çempionatı və Avropa çempionatı. Düzdür, dünya çempionatı, Avropa çempionatı 4 ildən bir təşkil olunur, amma ikisini bir yerdə götürəndə 2 il intervalla böyük turnir təşkil olunur. Və bu 2 il ərzində də milli komandalarda təsnifat mərhələsində, yəni mübarizə aparırdılar. Bu azmış kimi əlavə olundu Millətlər Liqası və Konferans Liqası. Daha 2 turnir əlavə olundu və son illərdə də zaman göstərir ki, əksər klubların mövsümün ən vacib hissəsində istər ölkə çempionatının, istər Avrokubokların, yəni bir neçə ildir ki, biz izləyirik ki, adlarını çəkməyəcəm, amma top komandaların əksəriyyətinin son 2 ayda artıq heyətinin
əsas oyunçularının ən azı bir 4-ü 5-i sıradan çıxır. Zədələnir və mövsümün qalan hissəsini oynamır. Və bu da klublara böyük problem yaradır. Və bu klublar arası dünya çempionatı da əlavə bir yük olaraq əvvəlki formatda tutalım Avropanın elə digər komandalar, çünki Avropa ilə Cənubi Amerika yarım finaldan başlayırdı. Bunlar oynayırdı 2 oyun. O digər qitələrin klubları da 2, maksimum 3 oyun oynayırdılar. Yəni bunun özü də bir yükdür, amma elə də böyük bir yük deyildi. Amma artıq dünya çempionatı finala gedən komanda nə qədər oyun oynayır? 3 oyun qrup mərhələsidir. 8-də 1, 4-də 1, yarım final və final. Əlavə 7 oyun və bu 7 oyunu da bir ay ərzində keçirirsən. Bu mövsüm qutardı, dünya çempionatı qutardı. Artıq klub ölkəsinə qayıdır və bir neçə gündən sonra növbəti mövsüm üçün hazırlaşır. Bu oyun keyfiyyəti nədəsində təsir edir? Baxın, təbii ki, həm oyun keyfiyyətidir, həm bayaq qeyd etdiyim kimi futbolçuların artıq sıradan çıxmağıdır. Və azarkeş marağına da çox pis təsir edir. Çünki azarkeş hər gün futbola baxa bilməz. Axı bu futbol sevgisini biraz öldürməyə mənasına gəlir. Biz Avrokubokların yeni mövsümü başlamamışdan əvvəl yeni formatın təqdim olunanda da bu barədə müzakirələr aparmışdıq ki, azarkeşlərin fikirlərini də öyrənmişdik sorğu ilə. Onlar futbolun çox olduğunu, daha doğrusu yəni oyunların çox olduğunu, intervalın çox sıx olduğunu və marağı biraz öldürə biləcəyini düşünürdülər bu barədə. Xarici mətbuatda da belə fikirlər var idi. Hətta qeyd etdiyim kimi, yəni Avrokubokların belə yeni formatı o qədər də ürək açan olmadı. Yəni ilk mövsüm geridə qaldı. Düzdür, Konferans Liqasının aşkar favoritləri var idi. Elə onlar da yarım finala və finala kimi, sonunda da elə əsas favorit turniri qazandı. Avroliqada və Çempionlar Liqasında daha çox oyun, daha çox görüşlər, bunun özü də əksər həm qeyd etdiyim kimi, həm azarkeşlərin, həm də futbol mütəxəssislərinin fikrincə, yəni yeni format o qədər də pozitiv, yəni təsir bağışlamadı. Birinci saflığı varsa da suda artıq içiləndə dərd verir, o da yeni məsələyə gəlib çıxır. Sizcə bu dünya çempionatında sensasiya qeydə alına bilərmi? Və yaxud da sensasiya olaraq siz nəyi deyərdiniz? Sensasiya dedikdə yenə deyirəm, çempionatın əsas favoritləri Avropanın bir neçə klubudur ki, burada Çempionlar Liqasının son qalibi təbii ki PSG-dir. İspaniyanın Real Madrid komandasıdır, vəziyyətindən asılı olmayaraq bütün turnirlərin favoriti sayılır. Eləcə də Almaniyanın Bayern München komandasıdır, İngiltərənin Manchester City, düzdür City son mövsümü o qədər də uğurlu keçirmədi. Amma istənilən halda 2 il bundan əvvəl Çempionlar Liqasının onlar da qalib olmuşdular. Yəni böyük ehtimal çempionatı da, dünya çempionatı da bu komandalardan biri götürəcək, amma sensasiya baş verəcəksə belə hansısa Asiya və yaxud da Afrika komandasının turniri qazanmağı artıq möcüzədən də o tərəfədir. Sensasiyadan da o tərəfədir. Sonunda o sualı verim ki, favoritiniz kimdir sizin? Sizcə kim çempion ola bilər? Aslında bu sualın cavabını elə bundan əvvəlkində verdim. Yəni bir favorit deyə bilmərəm, amma təxmini favoritlərim saydığım bu əsasən Manchester City, daha doğrusu PSG, Real Madrid, Bavariya, növbəti ikinci dərəcəli favoritdə Manchester City, bir də azarkeşlərinin xətrinə dəyməsin deyə Juventusu əlavə eləmək olar. Çox təşəkkürlər maraqlı müzakirəmiz üçün. Bir də qeyd edeyim ki, mənim qonağım idman jurnalisti Gəray Qiyasov idi. Biz sizə klublararası dünya çempionatının ilkin mərhələsi, ilk oyunlar, daha doğrusu və yeni formatla bağlı müzakirələr apardıq. Bizə də çatdıracaqlarımız hələlik bu qədər. Realda qalın.